Hər kəs salam dostlar, kanalıma videoma xoş gəldiniz. Bugün yeni bir videoda qarşınızdayım. Videoya keçirəşdə və kanalda sizə olmaq üçün abunə ola bilərsiniz. Videomu bəyənsə like ata bilərsiniz. Həmçinin dostlar, Telegram kanalımızda hər birinizi gözləyirəm. Burada sərnələr və kriptovalyutalar haqqında məlumatlar paylaşır, alış-satış siqnalları paylaşır və şəxsi analizləri paylaşıram. Hər birinizi gözləyirəm. İnvestisiya öyrənmək istəyirsinizsə, aşağıdakı linkdən Telegram kanalımıza gələ bilərsiniz. Həmçinin müzakirə qrupumuz da var. Müzakirə qrupunda da suallarınızı verə bilər və məsləhətlər ala bilərsiniz. Hər birinizi gözləyirəm. Gəlin video keçək. Bugünkü videoda Bitcoin-dan danışacağıq, Bitcoin-un gələcəyindən danışacağıq və Bitcoin niyə investisiya aləti kimi çox dəyərli olma potensialına malikdir. Bundan danışacağıq dostlar. Bitcoin-un hal-hazırdakı qiyməti 76.089 dollar səviyyəsindədir. Deməli, burada da gördüyünüz kimi birjalarda var. Binance-da 75.682, KuCoin-də 707 və s. Gördüyünüz kimi çox birjada, deməli bütün birjalarda var Bitcoin. Bitcoin-un 60.000 nöqtəsindən döndü dostlar Bitcoin. Hətta MicroStrategy'nin CEO-su Michael Saylor açıqladı ki, bu 60.000 nöqtəsi bir geri dönüş nöqtəsidir. Yəni öz şəxsi fikrincə bunu dedi və mən də əslində bunu təxmin edirdim. Çünki yəni baxın hamı görə bilər bunu. Həqiqətən də 60.000 nöqtəsindən güclü alış keçmişi var Bitcoin-un. Baxın buradakı şamlara. Gördüyünüz kimi güclü alış yəni keçmişi var. Yəni investorlar keçmişə uyğun davranırlar dostlar. Keçmiş qrafiklərə uyğun. Əgər məsələn gördüyünüz ki, məsələn burada niyə 2 dəfə satış gəlib? Çünki investor 1 maya əsasən fikirləşib ki, burada satış gəlmişdirsə, deməli burada da satış gələ bilər. Əslində yəni hamı belə fikirləşməsə artım da gələ bilər. Lakin insan psixologiyası belədir ki, deməli bir-birlərini təkrarlamağı sevirlər. Ona görə də bu nəticəyə gələrək satış edirlər. Və bundan da sonra təbii olaraq institusional investorların ortaya çıxışı, şirkətlərin Bitcoin rezervi alması, daha doğrusu Bitcoin rezerv olaraq toplaması və ölkələrin, hətta ABŞ-ın belə bəzi əyalətlərində, ştatlarında və həmçinin dövlət səviyyəsində rezerv olaraq təsdiqlənmə etmək istəyi və arzusu Bitcoin-u hal-hazırdakı vəziyyətə çatdırıb. Düzdür, 120.000 dollardan yüksəyə qalxmışdı Bitcoin. Ən son dəfə gördüyünüz kimi 124.000 dollardan azca yüksək idi. Lakin hal-hazırda müharibəyə görə düşmüşdü və yenidən toparlayır dostlar. Bu toparlanmanın axırı hara gedir? Əgər tamamilə sülh bağlanarsa dostlar, yəni 70% şəxsi fikirlərimə görə, şəxsi təcrübələrimə görə kriptovalyuta bazarında 8 ildən biraz çox təcrübəm var. 80.000-in üstünə belə çıxar, hətta 100.000-in də üstünə çıxar. Əgər sülh olarsa dostlar. Lakin yenidən sülh falan olmazsa, neft qiyməti qalxarsa, təbii olaraq düşə bilər. Bundan da aşağı səviyyələr. Amma o ehtimal azdır dostlar. Çünki bunu heç kim istəməz. Trump belə istəməz bunu. Çünki bu həm birjalara ziyandır. Fərqi yoxdur səhm birjaları, əmtia birjaları, həmçinin kriptovalyutanı da öldürür və güclü dollar Trumpa belə işinə yaramaz, yəni heç yaramır da və heç yaramaz da bundan da sonra. Çünki zaten borcları ağırdır, güclü dollar o borcları səviyyəsini daha da ağırlaşdıracaq. Belə dostlar, yəni Bitcoin artım səviyyəsinin davam edəcəyini düşünürəm. Böyük ehtimal. Xəbərlərimiz var, nə xəbərlərdir? Deməli, ETF axınlarında mart möcüzəsi deyə bir hadisələrdən keçmişik. Nədir bu mart möcüzəsi? Sizlərə göstərim. Deməli, ümumi bazar dəyərinə gələk. Baxın, mart möcüzəsi budur dostlar. Deməli, Bitcoin-da son bir ay ərzində gördüyünüz kimi ETF-lərdə milyardlarla dollarlıq giriş olub dostlar. Gördüyünüz kimi son bir həftədə 411 milyon dollarlıq kripto ETF girişi olub. Kriptovalyuta ETF girişi olub. Və bu ETF girişlərinin böyük hissəsini Bitcoin-dən gəlib dostlar. Mart möcüzəsi dediyim şey isə ilin ilk 2 ayındakı mənfi trenddən yanvar ayında 1,6 milyard dollarlıq kriptovalyuta ETF çıxışı edilib. Yəni institusional investorlar 1,6 milyard dollarlıq Bitcoin satıblar, Bitcoin ETF-i satıblar. Mart ayında isə ETF-lərə 1,32 milyard dollarla xalis giriş olub. Yəni hardasa yanvar ayındakı trend geri çevrilib, az mənfi ilə geri çevrilib. Lakin bu mənfilər də sabah birisi gün toplanacaq qədər olan mənfilərdir. 15 aprel tarixində isə təkcə bir gündə Bitcoin ETF-lərinə 186 milyon dollar daxil olub dostlar. Bu möhtəşəm rəqəmdir. Bu nə nəticəyə gəlir? Bu o nəticəyə gəlir ki, institusional investorlar qorxmur, əksinə Bitcoin toplayırlar. Yəni dostlar, institusional investorların
ETF-lərə yatırımları nəticəsində milyardlarla dollar Bitcoin-də bir geri dönüş trendi yaranır və yüksəyə doğru trendi seçib hal-hazırda və geosiyasi gərginlik və Bitcoin mövzusu da var ki, bu yaxın şərqdəki dediyim hadisələrdir və həmçinin Telegram kanalımızda da paylaşmışdım. İsraillə Livan arasında bu gün gecə 2 radələrində 10 günlük atəşkəs elan olunub. Livan deyərkən Hizbullahı da nəzərdə tuturam, çünki İran da bu Hizbullahı bu atəşkəs sülh siyasətine salmaq istəyir. Ona görə də demək olar rəsmi olaraq 10 günlük atəşkəs imzalanıb. Bu da müsbət təsir eləyir kriptovalyuta bazarına, səhm bazarına, həmçinin Hörmüz boğazında belə bir vəziyyət var ki, dostlar, İran Hörmüz boğazındakı blokadanı yarmaq üçün Bitcoin-dən istifadə edir. Düzü Çin yuanından da istifadə edir, amma Bitcoin-dən də istifadə edir və bu Bitcoin-in qiymətini həqiqətən də qaldırmağa gətirib çıxarır. Yəni Bitcoin-dən nə qədər çox istifadə edilirsə, həmçinin neft satılırsa, deməli yeni pul girişi olur bazarlara. Və ona görə də Bitcoin-un həcmində, Bitcoin-un gündəlik deməli alış-satış həcmində dəyişiklik yarandığına görə Bitcoin-a təbii ki, qiymət artımı təsir edir. Həmçinin BlackRock dominantlığı da var ki, BlackRock-un EBIT fondu hələ də bazara liderlik edir və təkcə 15 apreldə BlackRock 3900 Bitcoin alıb. Yəni 292 milyon dollar dəyərində bir gündə Bitcoin alıb BlackRock. BlackRock ictimai şirkət dostlar. Yəni BlackRock bir çox təqaüd fondu, pensiya fondlarının və bir çox böyük təşkilatların investisiya portföylərini idarə edir. Həmçinin insanlar da BlackRock-un hissələrini ala bilir və BlackRock da bu kimi yatırımları ilə öz dəyərini artırmağa çalışır. Grayscale isə hələ də satış mövqeyindədir, lakin satışların həcmi də azalıb dostlar. Böyük şirkətlərin Bitcoin-ə yenidən marağı, Bitcoin-da alt sezon indeksinin gördüyünüz kimi artması, qorxu və həyəcan indeksinin normallaşması Bitcoin-in gələcəyinə müsbət təsir edir. Bitcoin 100 minə keçərsə, BNB də yenidən 1000 dolları keçər, Ethereum da 4000-i keçər, Solana da 300-ü keçər və XRP də 3 dolları keçər dostlar. Yəni əsas söhbət Bitcoin-dur, əsas lider Bitcoin-dur. Ona görə də Bitcoin-in gələcəyi mənə görə çox uğurludur. Bu xəbərlər daha da onu uğurlu eləyir. İnvestisiya etməyə və ya da etməmək sizin qərarınızdır. Mən hətta Bitcoin-ə yatırım etməmişəm, lakin nəyə yatırım etmişəm? Əslində Bitcoin-ə yatırım etmişəm. MicroStrategy-yə yatırım etmişəm. Yəni MicroStrategy Bitcoin rezerv şirkətidir. Yəni Bitcoin alıb saxlayır. Ona görə də MicroStrategy-yə yatırım etməyi daha çox üstün tutmuşam. Səbəbi bəsitdir əslində. Yəni Bitcoin-un belə bir qrafik göstərmişsə, 100 min dollardan yuxarı olanda MicroStrategy 500 dollara yaxın artım etmişdi. Hal-hazırda 70 minə düşüb MicroStrategy 148 dollardadır. Yəni yenidən 100 min keçsə, yenidən 500 dollar olacaq və mənim investisiya etdiyim məbləğ neçə olacaq? 4x-dən daha yüksək olacaq. Bu qədər bəsit. Lakin Bitcoin-ə yatırım etsəydim nə olardı? Hardasa uzağı 50% qazanc və yaxud 50%-dən biraz artıq qazanc olacaqdı. Yəni bu qədər bəsitdir dostlar. Elə bir çətin bir şey yoxdur bunu başa düşmək. Bugünkü video bu qədər dostlar. Bitcoin haqqında danışdım. Əgər suallarınız olarsa şərhlərdə yaza bilərsiniz. Sağ olun, salamat qalın. Gələcək videolarda görüşərik.